Sadəcə incinməkdə səbəbim bilirsiniz nədir? Hər zaman yanınızda olan dostları deyil də, başqa insanları sadəcə tərifləyirsiniz. Bir dəfə də doğrudan da dost dediyiniz, doğrudan da dost kimi hər zənginizdə, hər anınızda, yanınızda olan sənətçilərə onların yaxşı işlərini qabağa çıxardın. Ancaq qalmaqallarını və ya pis vaxtlarını, pis şeylərini gündəmə çıxardırsınız. Bir dəfə də yaxşı bir şeyimizdən danışın da. İndi birinizdə yıxsam ki, efirə gəlmək istəyirəm. Hamınız ən birinci yığacaqsınız ki, Aysun. Niyə? Çünki danışılmağa mövzu var. Axı Aysun gəlsə reytinglər partlayacaq. Bəs bir dəfə də Aysunun gördüyü işdən danışın da. Bu digər müğənnilərdən danışanda ən azından onun yanına qatın ki, bu ay Aysunun layihəsi partlamışdı. Olmaz belə eləmək. Sonra deyirsiniz, niyə efirə çıxmırsan, niyə küsürsən? Buna görə. Amma halbuki hər zəngimizdə biri